Bu yaş dövründədir baş verən şeylərdən birisi də onların əməldən, işləməkdən, yəni qaçmaları, işləməyi sevməməsi və həmçinin çox yatmaları və tənbəllikləridir. Belə bir haldadır onlarla ən gözəl şəkildə müamilə necə olmalıdır? Şeyx deyir ki, belə bir halda onları, yəni tənbəl adlandırmamaq, onları səhlənkar, işinə laqeyd yanaşan bir kimsə kimi vəsf etməmək, yəni belə şeylərlə vəsf etməməlidir valideyn. Əksinə, həmçinin də eyni şəkildə işini ciddi görməsi üçün onu tez-tez tənbihləməməlidir. Yəni biraz ona özgüvən verməlidir. Biraz rahat buraxmalıdır valideyn. Onu bezdirməməlidir övladı bu mərhələdə. Əksinə, onu iş əsnasında onunla gözəl şəkildə müamilə edərək çalışıb onu daha gözəlinə ikna etməyə çalışmalıdır və ona başa salmağa çalışmalıdır ki, bax çox yatmaq sənin öz işini tərk etməyin, çox yatmağın, səni dərslərini tərk etməyin səni gətirib hara çıxaracaq? Səni gələcəkdə peşman olmağa gətirib çıxaracaq. Görəcəksən ki, səninlə birlikdə olanlar bir çox məsələlərdə səni önə keçib, artıq sən bu səbəblərə görə geridə qalmısan. Və gözəl şəkildə bunları ona aşlamalıdır, çatdırmalıdır. Və bilmək lazımdır ki, gənclərin bu yaşda, bu mərhələdə tənbəl olma səbəblərindən ən əzəmətlisi də nədir? Evdə çox oturmaları. Və valideyn nə etməlidir? Valideynin üzərinə düşən nədir bu halda? Valideyn çalışmalıdır ki, onun evdə oturuşunu azaltsın, övladının evdə oturuşunu azaltsın. Ona fayda verəcək xeyirli şeylərə yönəltsin, çölə çıxartsın. Buna çalışmalıdır ki, valideyn.